Salam, Clash Royale bəsgərləri. Hər biri bizi ilk videomda xoş gördü. Bu hesabdayım. Gördüyünüz 3 hesabım var. Bu mənim hesabımdır. İlk hesabım, ilk oynadığım hesabım. Klanda gördüyünüz kimi budur. İkinci hesabım da budur. Klanımız da budur. Gəlmək istəyən gələ bilər. Bu indi hal-hazırda kastığım hesabdır. İlk videomuza keçərkən keçmiş oynadığım oyunlar da budur. Gördüyünüz kimi. İlk oyunlara keçək. Tur geldi karşımıza. Brezilya köyü. Sonra səhv o da bilmiyordu söylemeyi, mümkün değil. Arkadan okçuları koyar. Cəllat dönüşün. Çox güman çok önüne satacaq ya da mənə elə istəyirəm. Bilərəkdən burada cəllada attım ki, oxlar əlimdə saxlayayım, növbəti atağa çıxanı. Mən əminəm ki, bunu bir qalasına nazır. Çox yüksək. İnşallah ki, öyle. Serimini atır, ölmür. Çok maçı salmaz, maçı bırakmaz ama istəyərdim ki bıraksın növbəti. Pekkadev Goblin alt kupalardan kurtulmak için mükemmel bir oyun stratejisidir. Yani düz yetenek o kadar da istemiyor yani. Ama bence artık onun elə bir hala gəlib ki, pul yaxşıdır, ancaq qazandı. Teşekkürler. En azından bıraktı. O biri maça, növbəti maça teşekkür ederim. Növbəti maçımıza geçelim. Üzürüz. Eyında geldi. Çok güman ki bottu bunlar. Arkadan sağa vali internet getdi. Yine həmişəki kimi. Mən əminəm ki, yəni yenə də bunları supersel edəcəyik. Çünki mən hal-hazırda çıxıb bir video yükləyərəm yəni. Play Market'ten 3-4 MS gəlir. Səfərimizə 50 megabayt, 100 megabaytlıq məsəl üçün bir şey indirirəm. 4 saniyə çəkmir, yükləyir. Onun önünə nəsə atar lazımdır. Sadəcə odaklansın. Bence bunda bu galası geçti. Var aslında. Kısmı göndererek onu bitirebilirim şu maalesef. Burada yani Pekkadev golün dəstəsi çox da yetenek yani təcrübə gerektirir yani oynaması rahatdır. Bu kupaların inanılmaz bir
Kazanmaq stratejiyasına malikdir. Yalnız məndə evrimli okçular var. O bu evrimli yoktu. Başka bir evrimli yoktu. Okçular atmağa ihtiyaç yok. Direkt öne gelsin. Çok güman ki bu qalanı değil. Vermədik. Bu qalibiyyəti aldı. Rəqibimiz bravo deyir. Təşəkkürlər deyək. Yəni bu da bizə anti idi. Yəni oynamaq təcrübəsi olsaydı bu da bizə anti idi. Çünki bu kupalarda mənim daha yəni illərdə oynadığım üçün daha mükəmməl bilirəm. Yəni çox da mükəmməl oynamıram düzdür. Amma ən azından oynaya bilirəm yetərə qədər. Bir oyunda ataq. Burot geldi. Önden atma oldu. Pekka Jet. Düş. Severim. Çok onu güzel oldu. Bu güzel oldu. Demək olar ki, qalasın birini aldıq və Pekka da əlindən çıxdı. Bu nə demək? Bu nə demək? O demək ki, dev goblindən gir. Okçular arxadan qoyaq. Balonu var arkadan balkondan çıkart. Sen de benimki saklayalım. Balonu. Gelse de öldüyor en azından. İnanmadım bizim tekrar. Onlara baktım. Arkadan derler atak, buradan basur atak. Kas başın ne bileyim Terminator burada yani iki kattan dayandıramıyorsun deməli bu sağdan yeniden basur basar çok mançayı minnətdarım izlədiyiniz üçün. Abunə olub kanala abunə olub daha uzun videolar atmamı istəyirsinizsə yorumlarda yaza bilərsiniz. Minnətdarım. Çox sağ olun.